Hörmətli xanım prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, ilk olaraq sizi, xanım prezident, bir daha Bakıda, Azərbaycanda görməyimə şadam. Biz son dövrdə müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Siyasi Birliyinin may və oktyabr ayında keçirilmiş samitlərində görüşdük. Biz ikitərəfli məsələləri müzakirə etdik. Bugün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik diyaloqun şahidiyik. Biz cənab Koşta ilə bu yaxınlarda görüş keçirdik. Eyni zamanda xanım Kallas da bizim qonağımız olub. Bugün də Avropa Komissiyasının prezidenti buradadır və bu, bugünə qədər görünməmiş dinamikanın şahidiyik münasibətlərimizdə. Burada siyasi iradə, qarşılıqlı istək mövcuddur ki, əməkdaşlığımız inkişaf etsin və tərəfdaşlığımız güclənsin. Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk. Bugün xanım prezidentla və nümayəndə heyətinin tərkibində də biz çox geniş gündəliyi müzakirə etdik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bizim ticarətimizin 40% Avropa İttifaqının payına düşür. Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 70%-dən artıq ticarət məhz Azərbaycanın payına düşür. Biz əməkdaşlığımızı, enerji sahəsindəki əməkdaşlığımızı müzakirə etdik. Xanım prezident 4 il bundan öncə Azərbaycanda olmuşdur. O da çox önəmli və vacib səfər idi. O vaxtı biz stratejik tərəfdaşlıq haqqında enerji sahəsində anlaşma memorandumunu imzaladıq və o zamandan bəri Azərbaycan qazının Avropa İttifaqına ixracı 65% yüksəlmişdir. Bugün bizim qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür. Bugün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz ixal edir və burada da bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar var. Enerji təhlükəsizliyi bugün hər bir ölkə üçün milli maraq məsələsidir və Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft, qaz resurslarımız Avropaya yönlənsin. Cənub qaz dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir. 3600-dən 1000 kilometrdən artıq boru kəməri şəbəkəsi bugün Azərbaycan təbii resurslarının Avropaya daşınması üçün əsas infrastrukturlu xəttidir. Bağlantı məsələsi əlbəttə ki, müzakirələrimizin vacib tərkib hissəsidir. Azərbaycan bir çox hallarda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarıdır. Şimal, Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və bugün qonşularımız və qonşularımızın qonşuları ilə olan xoş münasibətlərimiz çox geniş əməkdaşlıq formatı yaratmışdır ki, bu da bütün iştirakçılar üçün mənfəət gətirən məsələdir. Bugün hər bir istiqamətdə Azərbaycan ərazisindən keçən yük həcmi artır. Biz həm Azərbaycanda, həm qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq. Bu işlər davam edir və bugün yaranmış yeni geosiyasi vəziyyətdə biz görürük ki, bizim limanlarımızın nəqliyyat infrastrukturumuzu da genişləndirməliyik. Biz müvafiq qrafik üzrə gedirik və öz ölkəmizin vəsaitini istifadə edirik. Bunun üçün Avropa Komissiyası ilə digər vacib məsələ, müzakirə mövzusu bərpa olunan enerjidir. Azərbaycanda günəş, külək və su ehtiyatları və mövcud elektrik şəbəkə imkan verir ki, biz bu baxımdan strateji tərəfdaş ola bilərik. Mən xanım prezidentə məlumat verdim ki, biz bugünə qədər imzaladığımız
müqavilələr çərçivəsində biz 8 gigavat həcmində növbəti 5-6 ildə bərpa olan enerji istehsal edəcəyik. Yəni bu söhbət anlaşma memorandumlarından getmir. Bu artıq imzalanmış müqavilələrdir və potensial bundan da böyükdür. Biz regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə etdik. Bu proses uğurla davam edir. Ötən ilin avqustunda Prezident Trumpın şahidliyi ilə Azərbaycan və Ermənistan birgə bəyannaməyə imza atdı. Prezident Trump da öz imzasını qoydu bu sənəddə və Azərbaycan və Ermənistan sülh sazişinin mətnini parafladı. Faktiki olaraq sülhə nail olunubdur. Biz artıq bunun xeyrini görürük. Biz bir sıra bir tərəfli addımlar atdıq ki, nümayiş etdirək ki, kağız üzərində sülh deyil, Azərbaycan öz ərazisindən Ermənistan istiqamətində yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdı. O vaxtı bu məhdudiyyətlər bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin işğalı ilə bağlı idi. Biz mühüm enerji sərvətləri, xüsusilə də benzinin ixracına başlamışıq. Biz bir sözlə nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır və biz sülh şəraitində yaşamağa öyrənirik. Çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz özümüz güc və siyasi üsullarla ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Sonra həmin sülhü Ermənistana təklif etdik. Bugün həmin sülh reallıqdır, ancaq biz onu gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun və əlbəttə ki, bu məsələdə də Avropa İttifaqı və şəxsən xanım prezidentin dəstəyini də yüksək qiymətləndiririk. Xanım prezident mənə məlumat verdi ki, Avropa Komissiyası bu sahədə də hər cür dəstək göstərməyə hazırdır. Biz də bunu çox yüksək qiymətləndiririk. Zənnimcə bu da regionda dinamikanı gücləndirəcək və Cənub Qafqazı məhz ərazi iddialarından, münaqişələrdən azad olan bir məkana çevriləcək. Əməkdaşlıq və tərəfdaşlıq məkanına çevriləcəkdir. Xanım Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Söz altında yox, göz altıda qalan.